Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Əziz müsəlmanlar, bugün ben size Əhl-i Beytin Ayşə radiyallahu anhaya gösterdiği ehtiramdan danışacağım. Bilirsiniz, Ayşə radiyallahu anha Peyğəmbər sallallahu aleyhi və səlləmin həyat yoldaşı və Allah subhanahu wa ta'alənin Quran-ı Kərimdə Əl-Əhzab surəsində möminlərin anası adlandırdığı pak bir qadındır. Demək, Ayşə radiyallahu anhanı ləkələməyə çalışanlar 15 əsrdir ki, hal-hazırda da həmçinin onun barəsində çox danışırlar, amma əsas iki məsələni mütəmadi olaraq gündəmə gətirirlər ki, bu möhtərəm qadını gözdən salsınlar. Bu məsələlər də münafiqlərin bu qadını zinada ittiham etmək məsələsidir və bir də Cəməl döyüşündə baş verən fitnədir. Bu iki məsələni tarix boyu gündəmə gətirib Ayşə radiyallahu anhını gözdən salmaq istəyənlərə nəsihət etmək istəyirəm. Nəsihətimə başlamamışdan əvvəl xüsusilə qeyd etmək istəyirəm ki, Əhl-i Beytdən ilk əvvəl nümunə götürəcəyimiz o böyük şəxsiyyət Əli ibn Əbi Talibdir, radiyallahu anh. O, sahabə ki, sağlığındakı cənnətlə müjdələnib, Peyğəmbər sallallahu aleyhi və sələm onu sağlığındaykən cənnətlə müjdələyib, həmçinin onu özümüzə örnək götürməyi bizə buyurub. Səhih hədislərin birində Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, sizə öz sünnəmi və Raşidi xəlifələrin sünnəsini qoyub gedirəm. Ondan möhkəm tutun. Arxa dişlərinizlə möhkəm tutun. Sünnə burada yol deməkdir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin onun Raşidi xəlifələrinin yolu ilə o yoldan çıxmamaq. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu buyurur. Əli ibn Əbi Talib radiyallahu anh bilirsiniz, Raşidi xəlifədir. Həmçinin başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizə Allahın kitabını və Əhl-i Beytimi qoyub gedirəm. Əhl-i Beytdən də bizim üçün nümunə olan bir nömrəli şəxsiyyət Əli ibn Əbi Talib radiyallahu anhudur. Onu özümüzə nümunə götürməliyik. Ondan örnək götürməliyik. Onun əxlaqına baxmalıyıq. İndi gəlin baxaq görək. Əli ibn Əbi Talib radiyallahu anhu bu möhtərəm qadına nə cür ehtiram göstərib. Demək, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında hamınıza məlumdur. Münafiqlər, başda Abdullah ibn Ubey ibn Səlül, Ayşə radiyallahu anh barədə yalan şayə yayırlar ki, güya bu qadın Safvan Əs-Süləmi ilə səhrada olarkən təkliyə çəkilib, yaxınlıq edib. Və bu yalan yayıldığı vaxt, diqqət edin, hələ bəraət ayələri nazil olmayıb. Bu yalan yayıldığı vaxt Əli ibn Əbi Talib radiyallahu anh mövqeyi necə olur? Münafiqlərin tərəfini saxlayır, münafiqlərin yaydığı o şayəni yayır. Mövqeyi necə olur? Peyğəmbər sallallahu aleyhi və səlləmin tərəfini saxlayır. Onun ailəsinə dil uzatmır. Kişini sevirsə onun qadınına da hörmət qoyur. Və nəhayət Allah subhanahu wa ta'ala bu qadının təmiz, pak qadın olduğuna dair bəraət ayələrini nazil etdikdə, yəni Ən-Nur surəsinin 11-ci ayəsindən 22-ci ayəsinə dək gedib oxuya bilərsiniz. Bu ayələri nazil etdikdən sonra sahabələrin hamısına məlum olur, bəlli olur.
aydın olur. Yəni bu ispat edir ki, Ayşə radiyallahu anh'a pakdır. O gündən ömrünün sonuna dək, təxminən 45 il, Əli ibn Əbi Talib radiyallahu anh heç bir vaxt, yəni bu 45 il ərzində heç vaxt o qadının barəsində olan şayəni gündəmə gətirib onu gözdən salmağa çalışmayıb. Ona kafir deməyib, onu lənətləməyib, ona tənə vurmayıb. Lakin biz baxırıq, Əli ibn Əbi Talib radiyallahu anh'unu sevdiyini iddia edən insanlar 15 əsrdir bu möhtərəm qadını mütəmadi olaraq gündəmə gətirir, barəsində nalayiq sözlər danışır, ona tənə vurur və hətta həddi aşaraq ona kafir deyir və lənətləyir. Əvvəla bu qadın, bayaq qeyd etdiyim kimi, Nur surəsinin ayələrində ispat edildiyi kimi, bu qadın zina etməyib. Lakin sual verirəm, məyər zina edən bir şəxs dindən çıxır, kafir sayılır, lənətə məruz qalır. Əgər belədirsə, bir dənə dəlil göstərin görək, harada bu yazılıb. Böyük günah sahibini kafir sayan məlumdur, xavarizlərdir. Və xavarizlərin əqidəsinə oxşar əqidəsi olan rafizilərdir. Bax, bunları biz həmişə tənqid edirik ki, bunlardan müsəlmanlar ehtiyatlı olsunlar. Əli ibn Əbi Talib radiyallahu anh, Peyğəmbər sallallahu aleyhi və sələmin həyatda olduğu vaxt və onun vəfatından sonra da bu ayələrə əsasən, niyə bu ayələrə əsasən deyirəm? Çünki Əli radiyallahu anh Qur'anın və onun təfsirini, nazil olma səbəbini ən yaxşı bilənlərdən idi. Və bu ayələrin mənasını bilən, bu ayələrin hansı səbəbdən dolayı nazil olduğunu bilən Əli radiyallahu anh həmişə Ayşənin tərəfini saxlayırdı. Bu məsələdə onun tərəfini saxlayırdı. İndi gərək növbəti məsələyə, Cəməl hadisəsinə, Cəməl döyüşünə. Cəməl döyüşündə Ayşə radiyallahu anh gəlir, Əli ibn Əbi Talibə qarşı çıxır. Kim bir rəvayət gətirə bilər ki, Ayşə radiyallahu anh qılınc götürüb gəlib Əli ilə savaşıb, qılınclaşıb. Onun ora gəlişi nə üçün idi? Ona etirazını bildirmək, ona beyət etməmək, onun fikri ilə razı olmadığını demək. Bəli, Ayşə radiyallahu anh'a ictihad edir və Əli ibn Əbi Talib radiyallahu anh'ın fikri ilə razılaşmır. Bu məsələdə İslam ümməti ittifaq edib ki, Əli ibn Əbi Talib radiyallahu anh haqlı idi. Qarşı tərəf haqsız idi. Lakin qarşı tərəfin haqsız olduğuna görə Əli ibn Əbi Talib radiyallahu anh o qarşı tərəfi, ələl-xüsus da Ayşə radiyallahu anh kafir sayıbmı? Onu lənətləyibmi? Bu döyüş başa çatdıqdan sonra onu cəzalandırıbmı? Onu döyüşdən əsir olaraq cariyə kimi götürmək niyyətinə düşübmü? Əlbəttə ki, yox. Kim bunu iddia etsə, böyük bir günah etmiş olar. Əli ibn Əbi Talib radiyallahu anh bu hadisədən sonra neçə il xəlifə olursa, 4 il və bir neçə ay. Bu illər ərzində həmin hadisə xatırlandıqda, yəni hər hansı bir məclisdə kimsə xatırlasa ki, Cəməl döyüşündə nə baş verib, nə olub, səninlə Ayşənin arasında olanlar barədə nə deyə bilərsən? Əli radiyallahu anh cavabı görün nə olub. Bu cavab, yəni bu rəvayət həm Əhl-i Sünnə mənbələrində var, Təbari və digərləri rəvayət edib, həm də Əhl-i Şiə mənbələrində var. Məhşur rəvayətdir. Görün nə deyir? Deyir ki, ey insanlar, vallahi mənimlə Ayşə arasında baş vermiş hadisə kiçik inciklikdən başqa bir şey deyil. Bu möhtərəm qadın Peyğəmbərimiz sallallahu aleyhi və sələmin həm bu dünyada, həm də axirətdə, cənnətdəki zövcəsidir. Bunu Əli ibn Əbi Talib radiyallahu anh deyir. Ehtirama baxın. Həqiqətən də
İki mömin arasında anlaşılmazlıq ola bilər. Amma ağıllı mömin, Əli ibn Əbi Talib radiyallahu anh kimi ən ağıllı möminlərdən biridir. Ağıllı mömin düşünür ki, bu insan uzun illər İslama xidmət edib. İslam üçün nələr edib? Peyğəmbər sallallahu aleyhi və səlləmin 2000-dən çox hədisini rəvayət edib. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyat yoldaşıdır. Allahın Quran-ı Kərimdə möminlərin anası adlandırdığı möhtərəm bir insandır. Bir səhəfinə görə onun üstünə heç vaxt xət çəkə bilməzdi. Əlhəmdülillah, çəkməyib də. Kimlər ki, Ayşə radiyallahu anh'ı kafir sayır, lənətləyir, zinada ittiham edir və s. Bayaq dediyim Nur surəsinin 11-ci ayəsindən 22-ci ayəsinə qədər oxusa, onları qiyamət günü nə gözlədiyini orada oxuyub görə bilərlər. Mən xülasəsini deyəcəm. Demək, 1. Allah Subhanahu taala ayələrdə deyir ki, onlar əsl yalancıdırlar. 2. Böyük günah qazanırlar. 3. Lənətə məruz qalırlar, həm dünyada, həm axirətdə. Və 4. Böyük bir əzaba düçar olacaqlar. Bunları gözünün önünə alan adam heç vaxt bu möhtərəm qadına dil uzatmaz. Əli ibn Əbi Talib radiyallahu anh'dan sonra Əhl-i Beytdən ən çox sevdiyimiz, ehtiram göstərdiyimiz, örnək götürdüyümüz, ardıcıl olaraq imamlar Həsən, Hüseyin, Əli İbn Hüseyin Zeynul Abidin, Muhammed Baqir, Cəfər-i Sadiq radiyallahu anhum. Bunlar da həmçinin bu möhtərəm qadına ömrü boyu ehtiram göstərib. Ayşə radiyallahu anh həyatda olduğu müddətcə bunlar ona ehtiram göstərib. Kimsə mənə elə bir rəvayət göstərə bilərmi ki, o rəvayətdə deyilsin ki, Həsən və ya Hüseyin, yaxud Zeynul Abidin və ya Muhammed Baqir, yaxud Cəfər Sadiq radiyallahu anhum bu möhtərəm qadını kafir sayıb, yaxud onu lənətləyib, ona tənə vurub, onu gözdən salamaq üçün mühazirələr verib, göstərə bilərmi? Mənə elə bir rəvayət rast gəlməyib. Əksinə, bu möhtərəm insanlar o pak qadının nəinki özünə, hətta adına belə ehtiram göstəriblər. Adına belə, diqqət edin, indi deyəcəm sizə. Əli ibn Hüseyin Zeynul Abidin qızına Ayşə adını verib. Baxa bilərsiniz. Ərbilinin Kəşf-ülĞumm əsəri 2-ci cild 334-cü səhifə. Həmçinin Cəfər-i Sadiqin, Musa-i Kazımın, Əli Rızanın, Əli Əl-Hadi ibn Muhammed El-Cavadın Ayşə adlı qızları olub. Bu məlumatların da dəqiq mötəbər olduğunu indi deyəcəyim mənbələrə baxa bilərsiniz. Fusulül Mühimmə 283-cü səhifə. Ət-Təbrisinin Ə'lamul Vara əsəri 203-cü səhifə. Mufidin Əl-İrşad əsəri 186 və 334-cü səhifələr. Yaqubinin Tarix əsəri 2-ci cild 213-cü səhifə. Şəbləncinin Nurul Əbsar əsəri 287-ci səhifə. Qəhhəlin Ə'lamun Nisə 3-cü cild 132-ci səhifə. Ərbilinin Kəşf-ülĞumm əsəri 3-cü cild 29-cu səhifə və 3-cü cild 60-cı səhifə. Bir də Əl-Məcdi fil Ənsab Talibin 301-ci səhifə. Bu mənbələrə baxıb görə bilərsiniz ki, bu imamların qızlarından Ayşə adlı qızlar olub. Yəni, bu ada belə onlar ehtiramla yanaşıblar. İmamları nümunə götürən mömin adam əsla bu mömin qadına, bu möhtərəm qadına dil uzatmaz. Və kimlər ki, bu möhtərəm qadına hal-hazırki gün dil uzadır, onlara bir neçə sual verəcəm. Bu suallara özləri üçün cavab versinlər. Yəni, çıxıb sosial şəbəkədə suala cavab verməyə gərək yoxdur.
Bu sualı verməkdə məqsəd odur ki, vicdanlı mömin bir qədər bu suallar barədə düşünüb, öz etdiyi səhvi düzəldər. Birinci sualımız, Allah Subhanahu Teala Əl-Əhzab surəsinin 6-cı ayəsində bu möhtərəm qadını möminlərin anası adlandırır. Peyğəmbər sallallahu aleyhi ve sellemin zövcələri möminlərin analarıdır deyir. Və istisna etmir ki, orada hansısa biri kafirdir, yaxud fasiqdir və yaxud möminlərin anası deyil. Belə bir şey yoxdur ayədə. Mütləq şəkildə hamısı möminlərin anası sayılır. İndi Allah Subhanahu Teala'nın ehtiram göstərdiyi, möminlərin anası adlandırdığı bir qadına ehtiram göstərməmək, ona tənə vurmaq, məyər Allaha qarşı asilik deyilmi? Allah Subhanahu Teala məyər bilmirdi ki, bu qadın Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatından, yəni vəfatından sonra, həyatdan köçəndən sonra hansı səhvlərə yol verəcək? Bilirdi. Amma buna baxmayaraq, yenə onu möminlərin anası adlandırır. Çünki əslində əhl-i sünnənin etiqadına görə o qadının etdiyi hərəkət ictihad adlanır. Və bu ictihad nəticəsində səhvə yol versə belə yenə savab qazanır. Buna görə də kim Allahın bu ayəsinə qarşı gedirsə, böyük günah qazanır. İkincisi, Ayşə radiyallahu anh'ı kafir sayanlar və onu lənətləyənlər bir düşünsünlər. Qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləmin üzünə necə baxacaqlar? Subhanallah, kişinin həyat yoldaşına dil uzadırsınız. Bir dəfə yox, 15 əsrdir. Davamlı olaraq, mütəmadi olaraq gündəmə gətirirsiniz kişinin həyat yoldaşını. Müzakirə edirsiniz. Kişiyə bu yaraşırmı? Hal-hazır ki, gündə kimsə, kiminsə zövcəsini bir dəfə də olsun müzakirə eləsə, həmin adama digər kişilər pis baxar, deyər ki, sən kişisən, cəmaatın qadınından danışırsan, onu müzakirə edirsən. İndi möminlərin anasını, Peyğəmbər sallallahu aleyhi ve sellemin zövcəsini müzakirə etmək özdə dəfələrlə, əsrlər boyu. Bu nə dərəcədə kişiliyə sığan bir hərəkətdir. Bu haqda düşünmək lazımdır. Üçüncü məsələ, Əli radiyallahu anhu ilə Ayşə radiyallahu anhu arasında baş vermiş hadisə, o fitnə, Cəməl döyüşündə. Bu tarixi bir məsələni, tarixi bir hadisəni dəqiqə başı gündəmə gətirməklə nə fayda əldə edirsiniz? Bunun nə xeyri var? Müsəlmanlara nə xeyri var? Yəni, bunu gündəmə gətirib müzakirə eləmək ibadətdirmi ki, buna görə savab qazanırsınız? Və yaxud bunu müzakirə etməklə müsəlmanların birliyinə təkan verirsiniz, təşviq edirsiniz. Yəni, bunu danışmaqla müsəlman cəmaatı birləşir, vəhdətə çağırırsınız, vəhdət olur. Nə əldə edirsiniz? Əksinə, bunu danışmaqla yer üzündə olan müsəlmanların əksəriyyətinə qarşı düşmən mövqeyi tutursunuz. Yer üzündə olan müsəlmanların, təkcə əhl-i sünnəni demirəm, əhl-i şiənin özündən də nə qədər o qadına ehtiramla yanaşan insanlar var. Hamısı susur. Niyə? Çünki Allah Subhanahu Teala Quran-ı Kərimdə iki yerdə həmişə qeyd etmişəm, yenə xatırladıram Bəqərə surəsində. Tilkə ümmətin qad xalət, ləhə mə kəsəbət və ləkum mə kəsəbtum və lə tüsəlun əmmə kənu yəməlun. Onlar bir ümmət idi, o sahabələr. Gəldi, getdi, onların etdikləri onlara aiddir, sizin etdiyiniz sizə. Diqqət edin, Allah Subhanahu Teala demək istəyir ki, onların etdiyini müzakirə eləyib, gündəmə gətirməyin. Yəni, bunun heç bir faydası yoxdur. Kimsə bir sahabənin tərəfini saxlayacaq, kimsə o biri sahabənin tərəfini saxlayacaq və araya ədavət düşəcək, bir-birinə silah qaldıracaq və bir-birinin qanını axıdacaq. Bu, həqiqətən də
hikmətsiz addımdır. Bunu edənlər qiyamət günü cavab verəcəklər. Ondan əlavə bir düşünsünlər. Allah Subhanahu taala Ali İmran surəsində nə deyir? Tuizzu men teşâ və tuzillu men teşâ. Allaha müraciət edir Peyğəmbər sallallahu əleyhi və səlləm. Deyir ki, sən istədiyini ucaldırsan, istədiyini rəzil edirsən, zəll edirsən. Allahın ucaltdığı bir kimsəni 15 əsrdir alçalda bilmirsiniz. İndi də bilməyəcəksiniz və bundan sonra da qiyamətə qədər Allah buna imkan verməyəcək. Çünki Allah Subhanahu taala sevdiyi bəndəsini ucaldır. O biri ayədə nə deyir? Pisliyin cəzası özü kimi pislikdir. Bir başqa bir ayədə kim nə pislik edirsə onun özünə qayıdır. Yəni bu ayələr barədə düşünün. Düşünün ki, etdiyiniz əməllərin zərəri ancaq özünüzə dəyir. Və məşhur hədisdir, qiyamət günü gələcək adam kiminsə qeybətini edib, onunla üzləşəcək, onun haqqına girib. O adam haqqını istəyəcək, tələb edəcək Allahın huzurunda. Və həmin o zülm edən adam, onun haqqına girən adam, öz savabları ilə haqq hesablaşacaq. Yəni bir düşünün, savablarınızdan bu möhtərəm qadına gedəcək. Onun savabları artacaq. Yəni ona heç bir zərər yetirə bilməyəcəksiniz. Və nəhayət, sonuncu sual, Ayşə radiyallahu anh'ı sosial şəbəkələrdə çıxıb müzakirə edən adam öz halını onun yerinə qoysun. Yəni, əgər eşitsə ki, kimsə sosial şəbəkədə çıxıb onun həyat yoldaşından danışır, gedib o adama neyniyər? Ən azı o adamı məhkəməyə verər. Yaxud tutub o adamı döyər. İndi siz bir fikirləşin, qiyamət günü nə olacaq? Peyğəmbər sallallahu aleyhi və səlləm onun həyat yoldaşına dil uzadanlara nə edəcək? Bağışlayacaqmı, bağışlayamayacaqmı? Cəzalandıracaqmı, cəzalandırmayacaqmı? Onu qiyamət günü biləcəksiniz. Hər bir halda bu danışanlar da bir insandır. Hər bir insanın səhvi olduğu kimi bu insanların da bu etdiyi səhvdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kullu bəni Adəm xatta və xayrul xattayinə təvvabun. Hər bir Adəm övladı xəta edə bilir. Xəta edənlərin ən xeyirlisi tövbə edənlərdir. Bax, bu səhvə yol verən, bu xətanı edən, sosial şəbəkədə danışan o insanlara nəsiyyətim budur ki, Allah Subhanahu taala sizi insan olaraq gözəl yaradıb. Laqad xalaqnal insana fi ahsani taqvim. Allah insanı gözəl biçimdə yaradıb. Sonradan insanı kimlərsə yoldan çıxardıb, beynini doldurub, nə qədər ki gec deyil, hədisdə deyildiyi kimi, tövbə edib bu əməllərə son qoymaq və müsəlmanların birliyi üçün, vəhdəti üçün, mehriban olması üçün, aralarında daim sülh, əmin-əmanlıq olması üçün çalışın. Hər bir halda hamımız üçün Allahdan hidayət diləyirəm və hamımız üçün dua edirəm. Allahümmə ərinəl haqqı haqqan vərzuqnə ittibə'əh və ərinəl batilə batilən vərzuqnə ictinəbəh. Subhanəkallahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfiruka və atubu ileyk.